Azərbaycanda bir buna qalmışdı. Uşaqlar Allah evinə buraxılmır. Sərhədlər də bağlandı. Allahın evləri də bağlandı artıq. Uşaqlar ziyarət edilməz Allahı. Harada görülür ki, Allahı ziyarət edilməz uşaqlar. Beləncə, nə vaxtacan dözmək, nə vaxtacan səbir edək. Belə qərarlar, qanunsuz qərarları çıxardırlar, haqsızlıq edirlər. Budur, uşaqlar gəlirlər, analar da uşağı ilə bərabər məcbur olurlar, bayırda qalıblar. Darvaza bağlı, bu da heç kimi ziyarətə buraxmırlar. Bu haqsızlığa necə dözmək olar? Bir dənə bu qalmışdı, Allahın evinə də qadağa qoysunlar. Nə vaxtacan belə olurdu? Budur, bax, analar övladlarına görə hamısı qalıbla bayırda ziyarətgaha girə bilmirlər, ziyarət eləsinlər meçiddə. Bu Sumqayıt meçididir. Bəli, tamaşa edin ki, bu Sumqayıt meçidində nələr baş verir.